və növbəti bağlantını sizə təqdim etmək istəyirəm. Biraz əvvəl də qeyd etmişdim ki, Polşadan, Krakovdan bizim bağlantımız olacaq birbaşa və artıq hər şey hazırdır və mənimlə bağlantıda həm şərhçi həmkarım, həm də İdman televiziyasında idman jurnalisti, aparıcı əlbəttə ki, həmkarımız və eyni zamanda bir neçə gün əvvəl mənimlə Fransadan, Parisdən də bağlantıda olan Siyavuş Əliyev artıq Polşada hazırdır. Mümkünsə bağlantını təqdim eləyək. Salam, sabahınız xeyir olsun Siyavuş bəy. Nə düşünürsünüz bu maçla bağlı? Əlbəttə ki, 3 gün əvvəl də danışmışdıq. Atmosfer necədir? Bəli, bugün milli komandamız növbəti oyunu keçirəcək. Ardıcıl 2 oyun var idi bildiyiniz kimi, təqvimə uyğun olaraq. Adətən komandalar bir hissədə, bir dəfə evdə, bir dəfə səfərdə oynayırlar. Bu dəfə sadəcə olaraq vəziyyət belə oldu. Bəlkə də bu pis deyil, çünki uzaq məsafə qət eləmədi komandamız geriyə qayıtmaq üçün. Parisdən Polşanın Krakov şəhərinə gəldi. Bu təqribən 1 saat yarım, 1 saat 45 dəqiqə çəkdi. İstənilən halda sözsüz ki, hər hansı bir komandanın, futbolçuların oyundan sonrası gün o bərpa prosesi çox vacibdir, vacib amildir və bu müddətdə komandanın oyuncularının, futbolçuların təyyarədə keçirməsi elə də yaxşı deyil, elə sevindirici hal deyil baş məşqçi üçün. Ancaq başqa çarə yoxdur. Bu, yəni təkcə bu Azərbaycan futbolçularının başına gələn bir şey deyil. Rəqibimiz də elə, yəni eyni vəziyyətdədir. Bu baxımdan yəni hər şeyin eyni olduğunu görə bilərik. Sözsüz ki, Krakov Paris deyil. Orada milli komandamız Fransa'ya qarşı oynayırdı, Fransızlara qarşı oynayırdı, ev sahibinə qarşı oynayırdı. Bura Polşadır. Yəni burada demək olar ki, heç kim bəlkə də bilmir ki, oyun var bugün. İndi bəlkə də yavaş-yavaş dəqiqələr ötdükcə qarşıdakı saatlarda biz bəlkə də daha yaxından hiss edəcəyik ki, bu gün oyun var. Çünki rəqib də Ukraynadır, bildiyiniz kimi məlum səbəblər üzündən. 3 ildən çoxdur ki, Ukrayna milli komandası məcburdur kənarda oynamağa, çünki evdə oynamağa imkan və şərait yoxdur. Daha doğrusu şərait var, yəni mümkün deyil bunu eləmək. Yəni bu baxımdan neytral bir meydan adlandırmaq olar görüşü. Düzdür, biraz Ukraynaya yaxındır. Ukraynalılar alışıblar artıq uzun illərdir ki, oyunlarını Polşada keçirirlər. Ancaq istənilən halda yenə də mən deyim ki, tribunadakı o dəstək Ukraynalıların xeyrinə o qədər də güclü olmayacaq, necə ki, fransızlarda olmuşdu. Yəni, bu baxımdan əlbəttə ki, fərq var 3 gün əvvəlki oyunla bağlı müqayisədə. Siyavuş bəy, milli komanda ilə birlikdə səyahət edirsiniz. Keçən maçı, Fransa ilə maçı yaxından izlədiniz. Mən inanmıram ki, milli komandada nəsə bir böyük dəyişiklik olsun. Ancaq istənilən halda bir qədər Fransa milli komandasına qarşı oyunda millimizin oyuncularının özünə inamı arta bilər. Özünə inamı arta bilər. Çünki onlar hiss edirlər ki, oynaya bilərlər istənilən futbolçulara qarşı, istənilən komandaya qarşı. Sözsüz ki, Mbappé nadir nüsxədir, yəni belə deyək. Çox azdır belə futbolçular. Yəni dövründə az yox, hətta yəni ümumi bir müddətdə az, çox nadir hallarda çıxan futbolçulardır. Ona görə də Mbappé ilə bacarmaq da çətin bir məsələdir. Yəni həm də onu da qeyd edim ki, Fransa milli komandasının bundan əvvəlki oyunlarını da demək olar ki, məsələn elə Mbappé həll eləmişdi. Yəni bu mənada komandamızın ümumi həqiqətən də bir komanda oyununu hardasa qənaətbəxş hesab eləmək olar. Ancaq əlbəttə ki, məğlubiyyət 0-3, 0-1, 0-5, 0-10 bunun heç bir fərqi yoxdur. Buna görə xal verilmir. Sadəcə olaraq müəyyən qədər yenə deyim, həmin oyunda artıq sən ən belə güclü hücumu görürsən və ondan sonraki hücumlar artıq sənin üçün biraz oyuncaq olmalıdır. Ancaq burada başqa bir tərəf var da, oyuna çıxma motivasiyası, futbolçuların oyuna çıxma motivasiyası. Bəlkə də komandamız Fransaya qarşı daha yüksək motivasiya ilə çıxmışdı. İtiriləsi bir şey yox idi. Onlar udursaydılar, heç kim onlardan tələb eləməyəcəkdi ki, niyə uduzdunuz. Ancaq burada Ukraynaya qarşı ola bilsin ki, bir qədər motivasiya fərqli olsun. Yəni bu baxımdan müəyyən təsirini edə bilər. Hətta mən deyərdim ki, indi turnir cədvəlinə biz baxdıqda görürük ki, millimizin bir şansı da var ikinci yeri tutmağa və bu şansı dəyərləndirmək üçün ən azı cəhd eləmək lazımdır. Və bu da öz sözünü mənə elə gəlir ki, deməlidir. Çox təşəkkürlər Siyavuş bəy, minnətdaram fikirləriniz üçün. Əziz tamaşaçılar, doğru qeyd etdi Siyavuş Əliyev. Millimizin şansı var və bu şansı maksimum şəkildə dəyərləndirmək lazımdır.